Müşahidə aparacaq, xəbərin öz təsdiqini tapması ilə bağlı. Hörmətli tamaşaçılar, davam edirik. Əmək veteranı adı sadəcə bir vəsiqə deyil, yəqin ki, siz də razılaşarsınız Günel, ömür boyu görülən zəhmətin dövlət səviyyəsində qiymətləndirilməsidir. Onu daşıyan insanlar illərini əməyə həsr edən, fədakarlığı ilə cəmiyyətə töhfə verən şəxslərdir. Bu ada layiq görülmək üçün təkcə uzun illər işləmək yox, həm də orden, medallarla təltif olunmaq, ictimai fəaliyyətlə seçilmək əsas şərtlərdəndir. Bəli, müraciət qaydaları isə vətəndaşların rahatlığı üçün sadələşdirilib. Lazımi sənədlər elektron hökumət sistemindən toplandığı halda vətəndaşdan əlavə təqdimat tələb olunmur. Beləliklə, əmək veteranı statusu həm zəhmətkeş insanların həyat yoluna dəyər verir, həm də gənc nəsil üçün nümunə rolunu oynayır. İş stajım 46 ildir. 46 ilin 40 ilini rəhbər işdə işləmişəm. 80 yaşım var. İndi əmək veteranıyam, belə başımızı dolandırırıq. Qanunla gərək əmək veteranının çox üstünlüyü olar. Çünki əmək veteranı təqaüdə çıxandan sonra gözünü ora dikir. Müsahibim Ziya Bayramlı deyir ki, fasiləsiz 46 illik iş stajına görə o 7 il əvvəl əmək veteranı statusunu qazanıb. Bu status əsasən 40 ildən artıq iş stajı olanlara, müxtəlif sahələrdə uzun müddətli zəhmət çəkən insanlara təqdim olunur. Lakin sakinlərin fikrincə əmək veteranı statusu yalnız adla məhdudlaşmamalı, həm də əlavə güzəştlər və sosial imkanlarla müşayiət olunmalıdır. Əmək veteranlarına olmalıdır. Yaşla əlaqədar var, bir də əməklə də. Əlbəttə, əmək o yaşayıbdır, yaradıbdır, ölkəyə xeyir veribdir. Əlbəttə, onlara da müəyyən miqdarda güzəştlər olmalıdır. Stajda nəzər almalıdır, işləyəndə nəzər almalıdır, fəaliyyət də nəzər almalıdır. Sosial Xidmətlər Agentliyindən bildirildi ki, əmək veteranı adının verilməsi üçün yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda verilir. Proses vətəndaşın müraciəti əsasında aparılır. Aidiyyatı qurum tərəfindən təsdiqləndikdən sonra vəsiqə təqdim edilir. Əmək veteranı adı və vəsiqəsi ilə təmin edilmək istəyən şəxs ərizə və digər təsdiq edici sənədlərlə birlikdə öz iş yerinə, əgər işləmirsə, sonuncu iş yerinə müraciət edir. Qeyd olunan əsasnamədə nəzərdə tutulmayan başqa hallarda, müəssisə ləğv edilmiş olduqda, vətəndaşın sonuncu iş yeri qeyri-dövlət müəssisəsi olduqda, müvafiq fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Qeyd edək ki, əgər müraciətçinin iş yeri ləğv olunubsa və ya qeyri-dövlət müəssisəsi olubsa, əmək veteranı adı və vəsiqə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.